Muhammed ve Ali Muhammed. Əzlər ki, təşrif etdilər. Ehtiram Əhl-i Beyt əleyhissalam, özlərin, xanavadaların səlamətliyinə, əmvatilərin haqqında salavat ihsan edəyək. Allahümme salli ala Muhammed ve Ali Muhammed ve Accil Fəcr. Üçüncü salavat Ağa İmam Zaman əleyhissalamın səlamətliyinə və təcil fərəcinə uzarı ihsan edəyək. Allahümme salli ala Muhammed ve Ali Muhammed ve Accil Fərəcəhum. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Salatu vesselam ala Resulillah ve ala alihi alillah. El-la'nu daim ala a'daihim a'daillah. Minel an ila kıyami yevmiddin. Amin amin ya rabbel alamin. Muhammed al Muhammed'e salavat ihsan ediyek. Allahümme salli ala Muhammed ve ala Muhammed. Əvvələn mən üzr istəyirəm əzləmin xidmətindən, Aseydin məhzərindən, Azərqərdağın xidmətindən ki, mən utanıram vaqiyyət bu böyüklərimin qabilindəki kələmə ərz eləyəm, amma da əmr elədilər, mən deyim ki, hala əmr eləyirəm. Asar-ı günahdan ki, bir dənə istəyirik nəql eləyək, bir dənə tək rivayəti və unvanı rivayət əxlaqi. Asar-ı günah için oldu. İnsan ki, bir dənə günah əncam verir. İmkanı var bu asar və əsəri bu günah dünyada zahir olar ki, bəzi günahlara deyiblər ki, bu dünyada əsəri zahir olar. Bir məsələn, adam dedə nənəsinə pislik eləsə, deyirlər ki, bu dünyada ilə əsərin görəcək. Neçə günahdır, bunlar zikr ediblər rivayətlərdə. Bəzi günahlar var ki, əsəri uxrəvidir. İmkanı var, bir dənə də günah olar ki, həm bu dünyada insanın damenciri olar, həm o dünyada. Bu cür də günah var. Bəs istəyir deyək ki, asarı günahdan bu belənçilik bizat varımızdır. Həm dünyada adamı tutar, həm ahirətdə. Hala o cür də deyər, məsələn, hər adama ki, bir dənə müsibət yetişdi, bir dənə bəla yetişdi, deyək, bax, ki, nə qədər pislik, nə qədər günah əncam vermiş, nə qədər zülm eləmişdi, bu dünyada damencir oldu. Gördün, uşağı filan oldu, qıçı filan oldu, bədəninə filan oldu, malı getdi, canına filan oldu. Yox, bu cürdə də imkanı var bir dənə müsibət olar, əslən bu günah hərəkət olmuyor. Çox da mümin adamdır. Amma Allah istəyir bunu imtihan eləyə. Ya bunun dərəcəsini apara yuxarı. Xoş, Peyğəmbərən ilahidə mübtəli idilər da. Xülasə müsibətlər çəkiblər. Bunlar ki, günah eləməmişlər, məsumdurlar. Xülasə bunlar ya minbab imtihan-ı ümmətdir, ya imtihan-ı o şəxsidir, bələn ki, dərəcəsini Allah para yuxarı. Amma bu günlərin bir dənə rivayət İmam-ı Sadiq əleyhissalamdan ki, mərhum-ı Kuleyni Kafi kitabından nəql edib, istəyirəm əzləmin xidmətinə ərz eləyəm ki, bu rivayətdə İmam-ı Sadiq əleyhissalam buyurur ki, ma ənəməllahu əla əbdin ni'mətən fəsələbəha iyyahu hətta yəznibə zəmbən yəstəhiqqu bizalikəssəl. Vaxti Allah birinə bir nimət versə, bu niməti əlindən almaz. Məgər inki o şəxs dura bir günah eləyə ki, bir vasitəyi bu günahı Allah bunu nəcr-ü qüvvət eləyir, o nimətin əlindən alır. Bəs Allah əgər birinə bir nimət versə, heç vaxt bunu əlindən almaz. Məgər ki, tərəf bir dənə günah əncam verir ki, müstəhəqqidir ki, bir qolu da küfr nimət eləyib da, Allah bir nimətin verib bir bəndəsinə, deyib, sən günah eləməyəcəksən. Bu Allahın müqabilində sözünə baxmır. Ona xatir Allah nə eləyir? Bunun nimətin əlindən alır ki, əlbəttə bu da qəşəhdir, tərəf ayıqır da, deyir, mən filan günah elədim, bu nimət əlimdən çıxdı. İmkanı vardı. Biz istilahi rivayəsi budur da. Deyərlər ki, imkanı var. Allah nə eləyə? Bir bəndəyin başına hey tökə. Hey tökə, bu da günah eləyə. Hey günah arz onun istilahı nə nedir? İmla-u istidrac. Bəli, istidrac. İstidrac budur. Ama bəndə bir günah eləyir, Allah ittifaqın başından tökür. Allah başından tökür, bu da günahlan çoxaldır.
Uzaqdan baxan deyir, bunu görürsünüz, sübdən axşama günah eləyir, Allah da yerin göyün neymətlərini töküb bunun başına. Və bu nə cəryandır? Bu cəryan istidracdır. Allah bunu pillə aparır, günahı ilə yuxarı, amma bu, o yuxarı tərəfdən düşsə yerəyə, heç bir daha çara gəlməz, bir salim sümük bədənində qalmaz. İndi insan gərək qorxa ki, günah eləyəndən sonra Allah buna neymət verir. O, mübtəla və istidrac olar. Bu mövzədə ayrı rivayətlər də vardır ki, mən müxtəsərən bu əxlaqi rivayəti ərz elədim ağalan xidmətinə. Muhammed Ali Muhammedə salavat ihsan eləyək. Allahümmə salli ala Muhammed Ali Muhammed. Bir dənə bozorg var, muhəddisi-i şiədən biri, Cənab-ı Seyyid Haşim-i Bəhranidir. Şayət bəzilərimiz Seyyid Haşim-i Bəhraninin adını eşitməyək, amma bunu bilin, bir şəz, məsələn, 70 dənə bunun kitab-ı rivayəsi var ki, biri Əl-Burhandır, təfsir-i rivayi Qur'andır. Kitablar yazıblar, der mورد şəxsiyyət Cənab-ı Seyyid Haşim-i Bəhrani. Şagird Əllami Məclisi Əlillahu məqamətdir. Nə qədər rivayat Əhl-i Beyti bu cəmavəri eləyibdir. Nə qədər Peyğəmbərin rivayətlərini cəmavəri eləyibdir. Məsələn, bir kitabı budur. Bir kitabın adı Nuzhətul Əbrar və Mənarul Ənzardır. Fi xəlqil cənnəti və nar. Bunun cəryanın qoyun deyim nəminədir. Kitab ki yazılmış, yetişir bir yerə, bir iddiənin nəzəriyyəsi vardı. Deyirlər ki, behiştlə, cəhənnəm əlam məxluq deyirlər. Allah bunlar xəlq eləməyibdir. Mən ki, bu dünyada bir əməl əncam verirəmə, öz əməlim behiştimdir, ya cəhənnəmimdir orada. Baxın, nəzəriyyə, baxın, çox şirin nəzəriyyədir, ya şiçdir. Adam deyir, həda, o şeirdə deyir, zahid, məni allatma, cəhənnəmdə ot olmaz. Onlar ki, yanarlar, öz əmalların üstündə yanarlar. Adam deyir, aferin, gör, nə qəşəng sözdür. Amma getsən, baxsan, görürsən ki, bu şeir məbnayı Qur'ani və rivayi ilə düz deyir. Necə? Cəhənnəmdə ot olmaz. Cəhənnəmdə nəminədə adam elə özü yanır. Və Allah, sən deyəsən, bir otdur düzəldəcəklər, bir filandır. Yox, bu bir şey yoxdur. Yox, nəzəri, yəni etiqad Əhl-i Beyt əleyhimussalam və Qur'an-ı Kərim budur ki, behiştlə cəhənnəm əlam vardır, xəlq olubdur. Allah bunları xəlq eləyibdir. Hətta Peyğəmbər ki, getdi Meyraca, behiştlə cəhənnəmi gördü. Seyyid Haşimi, mərhum Seyyid Haşim Bəhrani, Əllamə deyə biz onun adını bu cür gətiririk. Deyəm, 70-80 dənə qəvi kitablar yazıbdır. Məsələn, ağaların biri, ad gətirmirəm, bir dənə kitab yazıbdır, dərmoridir tarix. Xob, bu kitabı tarixisin vaxtı müəlliflər görüblər, buna bir dənə düşdüra veriblər. Rəsmi, düşdüra, danışqah buna veriblər, bir kitabından örtü. Bu ağanın 70 dənə bundan qəvi kitabları vardı. Ki, adam vaxtı yəni asarı görür, babam, bu nə işlər görübdür. Əlav bəyin ki, deyirəm, Əllavi Məclisinin şagirdidir, köməklik də eləyib Bəharın yazmağında. Bu cür bir qəvi şəxsiyyətdir ki, əgər Əl-Burhanı bir nəfər görsə, təfsiri Qur'an, vaqiən iqrar eləyər ki, babam, bu əcibə bir şəxsidir. Hər ayənin altında rivayat Əhl-i Beyt ki, bu ayəyə mərbutdur, ola gətiribdir. Bir kitabı ki, elə bizim dərdimizə dəyər, Mədinətul Məacizdir, şərh-i mucizə. İmamların bir və bir mucizatın Seyyid Haşimi, selamun aleyküm, Bəhrani gətiribdir, yazıbdır. Xob, biri də dedik ki, Nuzhətul Əbrar və Mənarul Ənzardır. Bu kitab ərəbidir. Bu kitabda da dərmuridi behişt o cəhənnəmin nəminə rivayətlər var, burada cəm eləyiblər. Xob, bir dənə də söz deyim, işte biz tələbələrin dərdinə, ayrı əzlərdə ilə dərdə oxurdu. Həlim işte təxəssüsüdür. Baxın, bəzi rivayətlər var.
məhz ki, bu rivayəti oxuyurlar, mən deyə biləm, bu rivayət harda gəlibdir, hansı kitabda gəlibdir. Fərz eləyin, bir dənə rivayətdə deyək, İmam Rıza əleyhissalam bunu buyurdu. Şeyx-i Səduq bu rivayəti İmam Rıza əleyhissalamdan nəql edib. Bedun ki, mən bunu gedəm o kitabı oxuyam, ya görəm, mən deyərəm, bu kitabı Uyun Əxbar-ı Rızada gəlibdir. Çün mərhum Şeyx Səduq tamam rivayat və o zatlar ki, İmam Rıza əleyhissalama mərbut olaraq, hamısını harada cəm eləyibdi? Uyun Əxbar-ı Rızada cəm eləyibdi. Ya bir dənə rivayət vardı, İmam Sadiq əleyhissalam bu rivayətin mənasını bu cür buyurubdu. Bedunin ki, mən baxam görəm bu rivayət harda gəlibə, fərən gedərəm Məanil Əxbar-ı Şeyx Səduqa baxaram. Çün o kitab 2 cildidir, o rivayətlər nəql edir, sonra təfsiri bu rivayət nəminədir, orada gətiribdir. Məsələn, bizim o cümlənin dostumuz oturmuşdu burada, dedi ki, Zeyli ayı əmmən yüzübul müstərrəz, ala bu demədi ya Zeyli ayı. Dedi ki, İmam Zaman əleyhissalam vaxtı zuhur eləyəndə bu duayı əmmən yücibul müstərrəzə duanı məsələn oxuyacaq, axırda Allah icabət eləyəcək zuhur. Bedunin ki, mən məsələn bu rivayəti o kitabda görəm, dedim ki, mərhum Seyyid Haşim Bəhrani bu rivayəti Zeyl ayi əmmən yücib təfsir Əl-Burhanda gətiribdir. Çünki bu bir dənə rivayətdir, bu təfsiri də mən bilirəm, təfsiri rivayədir. Fərən sən getsən, ora müraciə edirsən, görsən, həmin mətləb vardır. Söz buradadır. İndi bir dənə rivayət vardır, dərmorda beheşt-i cəhənnəm. Mevzusu dərmorda beheşt-i cəhənnəmdir. Siz bedunin ki, bu kitaba müraciə eləyəsiniz, vaxtı bu rivayətin məzmununu eşitdiniz, deyin, bunu kitabı Nuzhatul Əbrarda Seyyid Haşim Bəhrani gətiribdir. Sonra gedin fihristində baxın, görün ki, bu rivayəti tapın oradan. Çünki böyük mühəddisdir, təqribən deyə bildik ki, tamam rivayətlər ki, bu mövriddə vardı, burada cəm eləyibdir. Onlar ki, beheşt-i cəhənnəmin mövriddir. Ayrı mövzui kitablarda bu dərdə dəyir. Bəs bizim bu nüştəydir ki, tələbələrə ərz olundu. Xoş, sözümüz buradadır ki, Seyyid Haşim... İki dənə məbna idi o, beheşt-i cəhənnəm. Bəli, bir də nəzəriyyə ki, deyirlər ki, beheşt-i cəhənnəm, onlar deyirlər ki, bir iddələn nəzəriyyəsidir. Deyirlər, xəlq olunmayıbdır, sonra Allah bunları xəlq eləyəcək. Yayın ki, bizim öz əmalımızda hala onların da ixtilafi məbnalar vardır. Etiqadat kitablarında özləri tozih veriblər. Amma Şii İmamiyyə və nəzəri Əhl-i Beyt əleyhimussalam budur ki, beheşt-i cəhənnəm əlan məxluqdur, xəlq olunubdur. Əlan necə aləmi Allah yaradıbdır, yeri, göğü. Beheşt-i cəhənnəm də o cür xəlq olunubdur. Biz faizli oxuyurduq, bizim ustad gəlmişdi, deyirdi ki, mən sabit eləyərəm ki, beheşt-i cəhənnəm deyilək dünyadadır, elə bu yer üzündədir. Hala bizim o zaman böyle ittilatımız yok idi ki, o ustadımıza deyək, baban, bizim etiqadatımız demordu beheşt cəhənnəm, bu da bir-birlə rivayət var. Bunlar kimin qar eləyə bilər bir-birlə rivayəti? Məcən ki, məzhəb-i imamiyyədən xaric ola bu şəxs. Xoş, bu rivayətdə Səfi 402-da bir dənə cəlib bir mətləb gətirir. Dər muridi əvvəli o dovvami. Bir dənə hədis vardı, hədis-i tabut. Bu çox cəlib rivayətdir ki, o hədis-i tabutda bəyan buyurur ki, neçə nəfər vardılar ki, cəhənnəmin aşağı dərəcəsində nədir? Bir dənə tabutun içində əzab olurlar. Bu çox cəlib rivayətdir. Hala nə qədər ki, vaxt yetişir, inşallah mən əzlən xidmətinə zikr eləyim. Muhammed Ali Muhammedə səlavat ehsan eləyim. Xoş, bu kitab məndə var idi, qumda qalıbdı. PDF-in download elədim. Səfi 402. Tacələ.
Ha? Bir dənə salavat ihsan edin. Yo, tapdım. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. خب صفحه 410 دده. در حدیث شماره 243 rivayeti nəql eləyir İbn Abbas və Kəb ibn Əhbardan. Hər iki şəxsiyyət bu rivayeti nəql eləyirlər. Deyirlər ki, o zaman ki Ömər ölürdü, onun macirasıdır. Ki, qal Abdullah ibn Ömər. Ömərin oğlu Abdullah deyir ki, ləmma dənət vəfatu əbi. Vaxtı ki, da mənim dədəmin ölüm halətinə düşdü, da ihtizar halətindeydi, ölürdü. Yəğma əleyhi tarətən və yəfuq oxra. Gah huşa gəlirdi, gah huşdan gedirdi. Bu halətlər idi Ömərin. Fələmma əfaqə qalə ya bunəyyə ədrikni və Əli ibn Əbi Talib. Huşa gələndən sonra dedi ki, bala, keçirən əmir-i müminən Əli əleyhissalam mənim təbirimlə çağır gəlsin. Sonra bir yollan dedim ki, xob, ma təsnə o bə Əli ibn Əbi Talib. Sənin Əli ibn Əbi Talibinə nə işin var? Və qəd cəəltəhə şura və əşrəktu indəhu qayrə. Git çağıracağım, mən istəmirəm şura quran, 6 nəfər ki, o cəryançı vardı. Onu da burada şərik eləyəm. Deməyinə də yaxtış görübdü. Məsələn, bu 6 nəfəri özü öləndə vəsiyyət elədi 6 nəfərə. Dedi, bu 6 nəfər gəlsinlər, mən öləndən sonra bir dənə məsciddə ya bir yerdə otursunlar ki, bunlar xəlifi bə'd mənin üstündə ittifaq eləsinlər. Məsələn, rəygiri eləyin bu 6 nəfərin içindən hər kim. Böyüklərin zülm bu idi ki, əlbəttə özü də bilirdi, nə eləyirdi. Böyüklərin zülm əmir-i müminən Əli əleyhissalama bu idi ki, o həzrəti ayrılarla bir rütbədə qərar veribdi. Doğrudan böyük zülmüdür. Saniyən, bu 6 nəfəri belə intiqab eləmişdi ki, mütməin idi əmir-əl-müminin bunların içindən xəlifə intiqab olmayacaq. Ələn cəriyanat-ı siyasiyə baxın. Fərz edin, bir dənə şuramız ola. Onun içində, hala mən addan deyirəm, vəli qəsdim bu deyir, məsələn, 6 nəfərdir, məsələn, bir dənə şura, ya 7 nəfərdir şura. Bunların 5-in usulgəralardan intiqab eləyərlər, 2-sin islah tələblərdən. Xob, rəy gətirəndə kim gətirər? Usulgəra ki, 5 nəfərdir da şurada. Bunlar da o 6 nəfəri belə intiqab elədi Ömər. Ki, mütməin idi bunlar 6 nəfər, hamısı rəy verməz əmir-əl-müminə. Yəni, bu ittifaq olmaz. Xülasə burada dedi ki, oğlum, geçirən əmir-əl-müminin çağır. Ondan sonra qal, ya bunəyyə, səmi'tu Rəsuləllah yəqul, innə finnər tabutən yuhşəru fiyha isna əşər rəculun min əshab. Oğlum, mən Peyğəmbərdən eşitdim ki, Peyğəmbər buyurdu, 12 nəfər mənim ümmətimdən cəhənnəmdə bir tabutun içində əzab olacaqlar. Mən bunu Peyğəmbərdən eşitdim. Son məltəfətə ilə Əbi Bəkrin fəqal. Peyğəmbər üzün göndərdi Əbu Bəkir tərəf. Buyurdu ki, İhzər ən təkunə Əbu Bəkir gözləyə əvvəlin nəfər ki var tabutular, sən olmayasan, Peyğəmbər nə eləyir burada? Əlamət verir bizə. Son məltəfətə ilə Məaz ibn Cəbəl, sonra çönür Məaz ibn Cəbələ tərəf Peyğəmbər. Buyurun, Məaz ibn Cəbəl gözlərcən ikinci şəxsi ki vardı, tabut olacaq cəhənnəmin içində, sən olmayasan. Və qal, İyyəkə ya Məaz ən təkunə thani, son məltəfətə iləyyə, son məqalə İyyəkə ya Ömər ən təkunə salis. Sonra çöndü mənə tərəf, Peyğəmbər buyurdu ki, Ömər gözlərcən üçüncü şəxsi ki validi tabut olacaq, sən olmayasan. Əbu Bəkr öldü getdi. Məaz da öldü getdi, mən də üçüncüsüyəm. Və bəli, və deyir ki, qəd uğmiyə ələy fəəfaqə sonmə qal, ya bunəyyə və rəəytu tabut və ləysə fiyhə illə Əbu Bəkrin və Məaz ibn Cəbəl. Balam, mən ki də ələn ölüm halətindəyəm, der haləti
ehtizaran, muhtəzər, pərdə ki gözün qabağından götürülündü, da ölməyi sabit oldu, biz zatları görür. Halət-i müayənə deyərlər. Biz zatları görür ki, o birisi insanlar ki, bu dünyadadır, onlar görmür. Deyib, pərdələr mənim gözümün qabağından kənara getdi. Gördüm cəhənnəmdə, tabutun içində Əbu Bəkirlə Muaz ibn Cəbəli. Və ənəs salis la şəkkəfi. Hətmən məndə üçüncü nəfərəm ki, vardı o, tabut olacağım cəhənnəmdə. Qal Abdullah fəməzitu ilə Ali ibn Əbi Talib və qultu yəbnə əmmi Rəsulillah İnnə əbi yəd'ukə ləəmrin qəd əhzənəhu. Abdullah ibn Ömər, Ömərin oğlu. Deyə getdim Əmir-i Möminin Əli əleyhissalamın xidmətinə. Dedim ki, ya Əli, Ömər səndən işi vardı. Bizzat bunu narahat eləyibdir. Gəl onun narahatçılığın və qol bərtərəf eləcənən. Əmir-i Möminin Əli əleyhissalam durdu ayağı və mənlə bahəm gəldik Ömərin önə tərəf. Vaxtı daxil olduq, ona dedi ki, Yəbnə əmmi Rəsulillah, əla tə'fu ənni və təhəllələni ənkə və ən zəvdətikə Fatimə. Ömər gəldi, dedi, və o səllimu iləykəl xilafə. Dedi, ya Əli, məndən razı olarsan, hələ tabutu cəhənnəmin içində görüb, yerin görübdür, Peyğəmbərin də sözün bilir düz deyir. O iki nəfər də orada görüb də halət-i müayini ilə, nə yuxu ilə, özü dərk eləyib bunu. Ondan sonra Əmir-i Möminin Əli əleyhissalam gəlib oturub bunun başının üstündə, deyir, ya Əli, məndən razı olarsan, məni bağışlayarsan, əff eləyərsən, Həzrəti Zəhra səlamullahi əleyhadən mənim həlaliyyətimi alarsan ki, mən də dər əvəzin ki, mən sənin haqqı qəsb eləməcəm, sənə zülm eləməcəm, Həzrəti Zəhriyə o cür risalət eləməcəm, mənə helal eləyəsən, Həzrəti Zəhradan da helaliyyət alasan. Çünki bilir də Həzrəti Zəhranın imamı Əmir-əl-Möminindir. Əmir-əl-Möminin bir söz buyursa, Həzrəti Zəhra yox deməz, hətta o dünyada. Bu buna da yəni vaqifdir, bilir, düşünür. Ondan sonra bir yollarım deyir ki, dər müqabilə bu işi ki, sən istəyirsən, görsən, məni bağışlayasan, mən də nə eləyəcəyəm? Mən də xilafət verəcəyəm sənə. Və o səlləm o iləykəl xilafə. İstəyir müamilə eləyə Əmir-i Möminin Əli əleyhissalamla. Əmir-i Möminin Əli əleyhissalam buyurdu ki, nəəm. Bəli, bu işi görürəm. Fəqalə ləhu nəəm. Amma bir dənə şərti var. Gayru enneke tecme'ul muhacirin vel ensar ve a'til hakkallezi xaracte aleyhi min mulki. Bir iş görətsən, tamamı muhacirin ve tamamı ensarı yığatsan bir yere, ondan sonra o hakkı ki zaygahından çıxardıbsan, munhərif eləyibsən, onu qaytarətsən sahabına, və ma kana beynəkə və beynə sahibikə min muahidətina və əqərrə lənə və haqqına. Nə eləyətsən? İqrar eləyətsən bizim haqqımıza. Deyətsən ki, xilafət, haqqı, xilafət bə'dəz Peyğəmbər, haqqı Əmir-i Möminin Əli əleyhissalam idi. Biz səqifədə onu qəsb elədik. İndi pəşimanə qaytarıq Əmir-i Möminin Əli əleyhissalama. Və iqrar eləyətsən bizim haqqımıza və əqərrə bi haqqina və ə'fu ənkə və uhəllilükə və əzminu ləkə ən ibnəti əmmi Fatimə. Mən də dər müqabilə bu işi ki, sən görətsən, öz haqqımdan keçəcəyəm, sənə helal eləyəcəyəm və sənə zəmanət eləyirəm ki, Həzrəti Zəhra da sənə helal eləyər və əzminu ən ləkə, ən ibnət əmmi Fatimə. Həzrəti Zəhradan da helaliyyət alıram. Eybi belə cəsarət eləyibsən, zülm eləyibsən, hamısını təzmin alıram ki, mən Həzrəti Zəhradan orada istəyərəm səni helal eləyər. Qalə Abdullah, Ömərin oğlu deyir. Deyir, fələmma səmiə zəlikə əbi həvvələ vəcəhu iləl haid. Vaxtı bu sözü eşitdi Əmir-əl-Möminindən, bıçaq yemişdi da Ömər.
rəxtxabdı idi. Üzün çöndərdi divara. Həvvələ və kəhu eləl haid. Üzün çöndərdi divara və qal ənnar ya əmirəl müminin vələl ar. Qoçuna mən gedim cəhənnəm içinə, vəli bu nənc o ar ki, sən məndən istəyirəm, bunu duçar olmayım. Sonra bu gedəndən sonra mən bəzi rivayətlərdə görmüşəm. Oğlu dedi ki, bədbəxt, baba, Allah mənim təbirimdir. Baba, niyə bunun şərtini əməl etsən ki, ölürdün də, hukuməti də almışdın, hənnəminə də qutarmışdı, getmişdi. Bu şərtə əməl ediydin, qutarıydı, gediydi da. Baxın, niyə bu sözü qəbul edin? Dedi, Əmir-i Möminan, Əli əleyhisselam, istəyirdi bir iş görə ki, məni qiyamət üçün aləmdə bir nəfər qalmaya məcəyin ki, məni lən eləyirdilər. Elan, müsəlmanların içində ixtilafdır. Biri dələ deyirlər, filanı yaxşı adamdır, biri deyirlər, pis adamdır. Əmma mən bu əhdimə əməl eləsəydim, bu Əmir-i Möminan Əli əleyhisselamın sözünə əməl eləsəydim, fərmayışına, məni lən eləyərdilər. Vələl ar, fəqalə Aliyyun salavatullahi aleyh və xərəcə min indi, fəqalə ləhu ibnuhu, ləqəd ənsəfəkər rəcul, ya əbəti. Əmir-i Möminan Əli əleyhisselam vaxtı gördü bu üzün çöndərdi divara, durdu, çıxdı, getdi, Həzrət öydən çıxdı eşiyə, sonra Ömərin oğlu deyir ki, dədə, bu səndən insafla bərxurd eləydi, sən bunun həqqində zülm eləmişdin, belə zülmü cinayət eləmişdin, əhl-i əyali mordində, xilafəti yerindən xaricilə, bu da sənə izafə söz demək, deyir ki, ağa, sən buna iqrar eləyəcəksən bizim həqqimizə, mərdumun içində. Qoy bilsinlər ki, olay ki, gəliblə sənin tərəfə, sənin yolun munhətt idi. Baxın, bizim əhli bidət moridində rivayətlər varımızdır. Deyirlər ki, əhli bidətin tövbəsi budur. Ki, ağa, onlar ki, münhərif eləyib deyə, bir nəfər bir dənə bidət düzəldibdir. Bununla mərdumu özünə cəzb eləyibdir. Bu rivayəti mərhum Şeyx Səduq mütəəddid kitablarında gətiribdir. Əl-cümlə mən la yəhzurul fəqihində ki, deyir, hüccətdir bu kitab mənlə Allahımın arasında. Burada bir dənə rivayət vardı, deyir ki, İmam Sadiq əleyhissalamdan Bəni İsrail zamanında bir şəxsi var idi, helal yoldan getdi, pul dalısıyacaq əlinə getmədi. Haram yoldan getdi, pul dalısıyacaq əlinə getmədi. Ondan sonra şeytan gəldi, dedi, istəyirsən, sənə örgədəm nə cür pul əlvəcələ, dedi, örgət görüm. Dedi, sənin yolun budur ki, yenə din ixtira eləyəsən özünlə. Mərdumu cəzb eləyəsən özünə tərəf. Həm izzət, həm qudrət, həm şokət, həm mali dünya, hər zat sənin tərəfə gələr. O gün də rivayətini oxuduq da ki, hər kim, hər iddiayı elədiyə, labud və naçarən bir iddəmından təbəiyyət eləyərlər. Yəni, mərdum bu cürdülər. Bax, bir dənə dəli divanə də özündən bir söz qoşdaya, dalına düşən olacaq. O qət mərdumun içində pəxmə bir adamlar var ki, hər sözün dalına düşərlər. Deyir ki, bəli, bu şeytan buna yol öyrətdi, bir də din ixtira elədi özündən. Özündən bir din ixtira elədi. Yollam öləndə gördü, babam nə pis iş görübdü bu. Dedim, tövbə eləyim. Getdi o zaman Peyğəmbərin yanına, dedi ki, mən istəyəm tövbə eləyəm. Nə yol vardı mən tövbə eləyəm? Yollan o Peyğəmbər də Allahla münacət elədi. Allah buyurdu ki, bəli, tövbə eləyə bilər. İnnəllahi yəğfirud-dunubə cəmiə. Tövbə yolu bağlı deyil. Amma bunun tövbəsi bu cürdür. Ki, onlar için bunun dininin tabi olublar, saxtacı dininin tabi olublar, onlar gedək deyə. Deyək ki, mən bu dini özümdən düzəltməyəcəm, Allah tərəfindən gəlməyibdir. Pəs, bu dindən qəydün, dini haqq, məsələn, Həzrət Musa aleyhisselamın dinidir. Xob, bu işi gözüb görürəm. Onlar da deyək qəydələr. Ondan sonra onlar deyək ki, ölüblər, gediblər, onlar da deyək qəbirdən çıxardasan, onlar da sənin tövbü dirildəsən, yəni, onlar da elan eləyəsən, mən batiləm, onlar da sənin sözü qəbul eləyərlər. Getdi, məsələn, o şəxsi münhərif eləmişdi, dedi ki, mənim dinim batildir. Onlar dedilər, yox, sən əvvəldə düz deyirdin, əlan səhv eləyibsən. Gördük, bunları qeytərənmir düz yola. Hələ Allah təbərək və təala buyurub ki, ölənləri də qeytərəsən düz yola. Mənzur burada budur ki,
bu kutu bombastidir. Adam deyər ki, günah eləməyər ki, qeydə bilməyə. Burada da bu məlun bir iş görmüşdü ki, vaqiən da qeytməyə yolu, bu əhli bidətdir. Ondan sonra ravi deyir ki, Ömər deyir, fəqalə ləhu ya bunəyyə, innəhu əradə vallah ən yənşurə Əbu Bəkrin min qəbri və yəzrimu ləhu və ləəbikən nar. Bala, Ömər oğluna deyir ki, balam, Əmir-i Müminin Əli əleyhisselam and olsun Allaha istəyirdi bir iş görə ki, Əbu Bəkirdə məni də qəbirdən çıxardıb mərdum otduyala. Və təsbəhu Qureyş müvalinə li-Ali ibn Əbi Talib vallahi la kanə zalikə əbədə. Qureyş də gedə Əmir-i Müminin Əli əleyhisselamı çox istəyirlər. Qureyş bir böyük qəbilə idi, bunların içində bir dənə Bəni Haşim var idi. Qureyş bətər Əmir-i Müminin Əli əleyhisselamdan həsədi var idi. Düşmənçiliklər var idi. Elə bunun üstündə Əmir-el-Müminindən ziddiqzad eləyirdilər. Deyə bunlar da gedərdilər, həmişəcə Əmir-el-Müminin dostu olardılar. Xülasə bu rivayətlərin içində nə vardı bu mövliddə? Ki o rivayəti tabut da mütəəddid rivayətlərdə gəlib. Mən bu gündən birini zikr elədim. Bir dənə bundan yuxarıda bir dənə rivayət var. Təqribən bir tulani rivayətdir. Hala məzmunu budur. Ki Əmir-i Müminin Əli əleyhisselam bir günlərim şeytanı görür, deyir, hardan gəlirsən, deyir, filan yerdən. Sonra Əmir-i Müminin Əli əleyhisselama buyurur ki, istəyirsən sənə bir söz deyəm. Deyir ki, xulası sən yalan danışansan, vəli biləxərə imkanı var, hər çox yalan danışan, hərdən də bir düz söz deyə. Deyir, görək, nə deyirsən? Deyir, bu günlərim mən Allah təbarək və hala məzmun rivayətdir. Deyirəm, bu rivayət burada vardı. Mən müxtəsərən ərz edirəm. Allah şəhət bəzi bəndilərdə düşər. Buyurur ki, bir günlərim mən Allah təbarək və teala'ya dedim ki, məndən pis xəlqi görübsən ki, biləxərə xəlq olunla səni günah eləyə, bilə mərdumu qumrah eləyə. Allah təbarək və teala mənə görsətdi. Dedi ki, içinə, malı ki, cəhənnəmdən cəhənnəmin içinə. Getdim, bir dənə yeri bəyan eləyir ki, o quyunun içində buyurur, bir dənə təbəq, maliki cəhənnəm təbəqi götdü, o ki, o təbəqin içində var idi, o quyunun içində var idi, cəhənnəmin quyularının biri. Deyir, bətər bir gəldi yuxarı ki, aləmi yandırardı. Maliki cəhənnəm dedi, aram olcunan, ot aram oldu. Getdik içəri, getdik, ta 7 təbəqəçin, orada şeytan deyil. Getdik içəri, ta 7-ci təbəqdə. Bir dənə tabut var idi. Tabutu götürəndən sonra o məlunların yeri və onların caygahı mənə göstərdi ki, o 2 nəfər o tabutun içindədirlər. Və həmin rivayəti tabutdur ki, mütəəddid rivayətlərdə gəlibdir. Rəzai mən qədlən görmüşəm, mərhum Əllami məclisdə bəharda zikr eləyim onu. Hələ cildi 29-31-də bu rivayətlər bir tulani rivayətləri orada zikr eləyir ki, bunlar vaqiən cəhənnəmdə bir caygahı ki varlardı, ona deyirlər tabut. Əsfəl, yəni də payın-tərin dərəcə cəhənnəmdir ki, hətta cəhənnəmilər özləri də bu yerdən və bu caygahdan mordə əziyyət və azar qərar taparlar. Bir dənə Muhammed Muhammedə salavat ihsan eləyək. Xoş, mən bu mövzuda bir 2 dənə şeir yazmışdım. İcazə verirsiniz, mən bu 2 dənə şeiri də əzləmi xidmətini oxuyayım. Deyir ki, zəbt eləməyin, necə bincə zəbt eləsəm, o zəbtini xamışlayayım. Allah bu rivayət izlə.